Arxandayıq, Zümxeyri. Hamı bu sözləri şüar kimi bir neçə dəfə təkrarladı. Fikirləşdim ki, qəbilədən bizə könüllü qatılan insanlar az oldu və bu azlığın içində də peşmanlayıb geri qayıtmaq istəyənlər ola bilər. Buna görə dedim, qəbiləyə xəbər aparmağa kim könüllü olar? Jelkoseklə Jinjaqın rəngi qaçdı. Birdən onları göndərərəm. Bayaqdan təlaşlı gördüyüm iki qadın isə üzü sevinclə parladı. Biri səsləndi. Özümə görünmədən qəbiləyə girə bilərəm, amma tək getmək olmaz, dedim. O daha çox sevinib digər katı göstərdi. Yoldaşım da yollara bələddir. Yaxşı, başqa könüllü var? Sükut çökdü. Sözümə davam elədim. Tapşırıq tapşırıqdır. Çəkinməyin. Burada qalanlar ağır döyüşə girəcəklər. Qəbiləyə xəbər aparmaq istəyən yoxdur? Yenə səs çıxmadı. Həmin iki kata dedim. Siz yola düşün. Zenaya deyin ki, Fagıl Xejedi ilə birlikdədir. Hər şeydə olduğu kimi danışın. Əhalinin vəziyyətini öyrənin. Artıq Zenaya tabesiniz. Gedin. Katların birincisi sevincək, digəri isə vicdan əzabı içində yola düşdü. Anladım ki, insan özünə nə qədər layiq görürsə, xaxsac da ona həmin baxış bucağı qədər fürsətlər verir. Hamıya hazır olmaq əmri verdim. Şəfəq vaxtı Taskabarnalın girişini görə biləcəyimiz təpədə durub baxırdıq. Uzaqdan toz qalxırdı. Xasfağandur süvariləri idi. Şəhərə doğru çapırdılar. İrəli əmri verdim. Atlarımızı çapıb tezliklə onların arasına qarışdıq. Görünür, onlara qatılacağımızı bilirdilər. Sürətlə şəhər darvazasına tərəf çapırdıq. Darvazalar bağlı idi. Oxçular tələsik divarların üstünə düzülüşürdülər. Amma qəfildən aralarına çaxnaşma düşdü. Sonradan öyrəndik ki, oxçuların arasına sızan Zetiqlağ üzvləri onları zərərsizləşdirmişlər. Darvazalar açıldı. Nərə çəkib şəhərə daxil olduq. Sakinlər təşviş içində evlərinə qaçıb qapıları bərkidirdi. Birbaşa Mextegileğə çapdıq. Amma Mextegileğ heç də qalaya dönməmişdi. Yüzlərlə pisnis yığıla bilərdi. Amma sadəcə 10-15 aşağı dərəcəli pisnis vardı və boş yerə müqavimət göstərmək istəyirdilər. Bəlkə də Alovun ölümü çaxnaşmaya səbəb olmuşdu. Amma bu zəif ehtimal idi. Süvarilər Mextegileğin ətrafında dolandığı vaxt 30-a yaxın kat içəri soxuldu. İltığına yuxarı dırmaşmaq göstərişini verdim. Mextegileğ hündür idi və ətraf yaxşı görünürdü. Mən də içəri girdim. Nə Atisi, nə Qundarı, nə də Gerladı gördüm. Katlar hər tərəfi dağıdırdılar. İltığın yuxarıdan səsləndi. Mühasirədəyik. Bu xəbər hamının içini titrətdi. Çölə qaçdım. Xasfağandur katlarının rəhbəri qaçaraq özünü yetirdi. Adım Dıkağdır, əmr edin, Zumğəyə. Burada çaxnaşma salmalıydık ki, bu qalamın Cekkelin işini bitirsin, amma mühasirəyə alınmışıq. Tələdəyik. Aşağıdan İltığına səsləndim. Vəziyyət necədir İltığın? İltığın bütün küçələri tutublar, qışqırdı. Mühasirədəyik. Cekkel o küçədədir. Deyəsən sözü var. Baxsan, Pune döyüşçülərinin döyüş şeypurlarının səsi İltığının sözünü kəsdi. Cekkel olan küçəyə tərəf qaçdım. Ölönlə Dıkağ yanımdaydılar. Cekkel qabaqda dayanmışdı. Aramızda 30 addımlıq məsafə vardı. Bizi istehza ilə süzüb, əli ilə işarə elədi. Qolları bağlı bir kişini qabağa itələdilər. Dıkağ qulağıma dedi. Eşəm dayıdır, Andrey. Cekkel qışqırdı. Elə bilirdiniz bunun xain olduğunu bilməyəcəyəm? Elə bilirdiniz hücumunuzdan xəbərsizəm? Mühasirəyə alınmısınız. Silahlarınızı atın. Araya sükut çöktü. Bizimkilər ruhdan düşmüşdülər. Üzümü Cekkelə tutdum. Bayaq planımıza güvənirdiksə, indi xalis şəkildə yalnız Xaxsaca güvənirik. Bu daha yaxşıdır. Xaxsaca güvənən qalsa da, ölsə də qalibdir.
Bu sözlər bizimkiləri az da olsa silkələdi, amma Cekkel düşünmədən cavab verdi. Süvarilərə əmr verdim ki, şəhərdən çıxsınlar. 5 istiqamətdə hərəkət edib, sonra qərb darvazasından geri qayıtsınlar. Könüllü dostlarımız, pisnislər də buradadırlar. Sayımız 1000-dən çoxdur. İndi anladınız ki, vəziyyət nə yerdədir? Yavaşca Ülənə dedim. İltiğına deyin aşağı düşsün. Bu tərəfdə mən başçılıq edəcəyim. Dıqaq İltiğin və sən də digər 3 istiqamətdə başçılıq edin. Elə döyüşək ki, digərləri arxanın möhkəm olduğuna inansınlar. Ülön yumruqlarını sinəsində çarpazladı və Dıqağın qolundan dartıb nəsə deyə-deyə getdi. İşlər yaxşı deyildi. Dəstə uğulduyurdu. Başımı göyə qaldırıb buludlara baxdım. Sərin məhəsdi. İçimə rahatlıq çökdü. Ruhi sakitlik. Cekkellə aramızdakı evin taxta qapısı çox güclü zərb ilə qırılıb yerə açdı. Tozun içindən uzun boylu, qırmızı çuxalı, 30 yaşlarında qadın çıxdı. Başına qırmızı ləçək bağlamışdı. Altından qızılı saçları görünürdü. Əlində qızılı balta və eyni rəngli qalxan tutmuşdu. Uca səslə dedi. Mən Zeti Qlaq lideri Kisiləm. Müjdələnmişin gəlişi ilə özümü aşkar edirəm. Bu səfər başqa şeypurlar səsləndi. Cekkelin arxasındakı döyüşçülərin demək olar yarısı tez qırmızı parça çıxarıb başlarına bağladılar. Kisil əlavə etdi. Zımğəği. Gəlişin ilə hamımız üzə çıxırıq. Cekkelin döyüşçülərinin 300-dən çoxu bizimkilərdir. 200-dən artıq döyüşçümüz cəmaatın arasındadır. Təkcə Nal şəhərində sayımız 500-dən çoxdur. Əmrini gözləyirik. Cekkelin adamları qılınclarını çəkmişdilər. Cekkel qəzəblə, təpiklə eşəmi yıxdı. Qılıncını qaldırıb vurmaq istəyəndə yuxarıdan atılan ox çiyninə saplandı. Silahı yerə düşdü. Hamı ox atılan tərəfə baxdı. Zehna idi. Bir evin damında durub qürurla bizə baxırdı. Eşəm Cekkelin qılıncını qapıb qollarını bir anda açdı. Aləm bir-birinə dəydi. Döyüş başlanmışdı. Qantökən belimdə, əsa əlimdə idi. Zenaya tərəf baxanda pisnislərdən birinin evin damına dırmanıb arxadan onu vurmaq istədiyini gördüm. Əsanı qaldırıb qalaylandım. Nizə kimi pisnisin sinəsinə saplandı. Ürəklənmiş katlara əmr verdim. Mühasirəni hər tərəfdən yarın. Hücum! Cekkel də hücum əmri verdi. 2 dəstə də bir-birinin üstünə hücum etdi. Küçələr dar, döyüşmək çətin idi. Amma hər saniyə neçə döyüşçü yerə yıxılırdı. Kisil nərə çəkib düşmənin lap ortasına cumdu. Qan tökən belimdə idi. Uzun olduğu üçün rahat hərəkət edə bilməyəcəkdim. Ona görə də Zenanın verdiyi xəncəri çəkib düşmənin üstünə şığıdım. Pune döyüşçüləri iri qalxanlarını irəli verib bizi geri oturtdular. Qalxanlara dəyən zərbələrin səsindən qulaq batırdı. Zenanın yuxarıdan atdığı ox qarşımdakı döyüşçünün başına saplandı və tez onu itələyib yıxdım. Ayağımı cəsədinin üstünə qoyub, arxasındakı qalxan tutan döyüşçünün üstündən tullanıb aralarına düşdüm. Hər tərəfdən zərbə enir, amma özümü qoruyurdum. Zena da durmadan ox atıb mənə dəstək verirdi. Qarışıqlıq, hər anı ölüm olan vuruşma uzandıqca uzanırdı. 2 dəfə sərt qılınc zərbəsi aldım. Birincisi belimdəki qan tökənə dəydi və mənə zərər vurmadı. İkincisi isə qarnıma ensə də zirehimi keçə bilmədi. Xəncərimi tez-tez düşmənə saplayıb geri çəkirdim. Xəncərim də, üst başım da qandan qızarmışdı. Düşmən sayca çox idi, amma sıraları pozulmuşdu. Tezliklə Kisilin yanına çatdım. Kürək-kürəyi verib düşməni doğrayırdıq. Bir neçə dəqiqə ətraf cəsədlərlə dolmuşdu. Kisil qışqırdı. Cekkel qaçır, Zımğəği, bura məndədir, sən Cekkeli qabaqla. Güc bəla ilə özümü bir evin divarına çatdırdım. Ayağımı pəncərəsinə qoyub dama çıxdım. Cekkelin hansı tərəfdə olduğunu tapana qədər Zenanın səsini eşitdim.
Zümrüdü. Dönüb baxan kimi əsamı mənə atdı. Bu tərəfdən. Zina evlərin damı ilə tullanaraq qaçmağa başladı. Mən də əlimdə əsa ardınca götürüldüm. Qız nəhayət aşağı atıldı. Mən də ardınca. Mühasirəyə düşmüşdük. Küçə geniş idi. 20 döyüşçü bizi əhatəyə almışdı. Yerdə 2 pune zirehində başına qırmızı bağlamış döyüşçü gördüm. Biri hələ nəfəs alırdı. Yaşı 50-dən çox olardı. Sinəsinə xəncər saplanmışdı. Gözləri açıq idi və göyə baxırdı. Üzündəki aramlıq ruhi sakitliyimi qaytardı. Bu iki işıq tərəfin fədaisinin aurası mənə güc verdi. Zena arxadakılara, mən qabaqdakılara hücum çəkdim. Əsa ilə birinin sinəsini deşdim. Sağ tərəfdən üstümə atılmaq istəyən birini üzünə vurduğum təpiklə yerə yıxdım. Əsanın baş tərəfi ilə bir başqasının dizlərinin arxasından vurub yıxdım. Arxamdan zəif səs eşitdim və Zinanın yıxıldığını hiss elədim. Əsanı sol əlimdə tutub, sağ əlimlə qan tökəni sıyırdım. Yıxılmış Zinanın ətrafında qozlayıb, ikimizi də qorumağa çalışdım. Başından qan axırdı. Sağ olub olmadığını bilmirdim. Qan tökən çox ustalıqla hazırlanmışdı. Yaxın gələn düşməni bir zərbə ilə yerə sərirdim. Elə bu vaxt Jilkoseklə Kem damdan düşmənin içinə atıldı və üçümüz hamısının leşini yerə sərdik. Zenanın dəbilqəsi 2 bölünüb düşmüşdü. Düzgün biçimli üzü, geniş alnı, azca qırmızı yanaqları, ağız və çənəsinə uyumlu burnu indi qan içində idi. Jilkosek tez onun başını dizinə alıb yarasına baxmağa başladı. Qəbzəsinə qırmızı parça ilişmiş, qılıncı ayaqlarımın altına düşmüşdü. Görünür, döyüş boyu bu parçanı ovucunda sıxmışdı. Əyilib parçanı götürdüm. Edam dirəyində, başımın üstünə sancılan dəsmal idi. Üstünə xırda-xırda nəsə yazmışdı. Ah, Zena, axı burada nə işin vardı? Parçanı qolçağımın içinə keçirdim. Jelkosek dedi. Sağdır, qalanı mənlikdir, Zümrüdə işində ol. Başımı çevirəndə Kemi gördüm. Mənə qəhrəman portret çəkmək tapşırılsa, onu təsvir edərdim. Çiyninə qoyduğu ağır qılıncın qəbzəsindən 2 əlli yapışmışdı. Qılınc başdan ayağa qan içində idi. Qolları da dirsəyə qədər qana batmışdı. Hətta parlaq qara saçları belə qana bulaşmışdı. Alışıb yanan gözləri vahiməli idi. 5-6 kat özünü yetirdi. Jelkosek dedi. Gedin, Cekkeli yaxalayın. Kəmə baxdım. Ardımca gəlməyinə işarə edib qaçmağa başladım. Cekkeli yaralanmışdı və yəqin onu şəhərin mərkəzindəki qalaya aparırdılar. Buna görə də qalanın girişinə tez çatıb onu qabaqlamaq istəyirdim. Qarşımıza tez-tez düşmən əskərləri çıxırdı. Kem ilə birgə tezcənə onları yerə sərirdik. Ardımızda gələn olsa 2-yə bölünmüş cəsədlər görərdi. Kem düşmənləri bəzən bircə zərbə ilə öldürürdü. Günəşin ilk şüaları altında bizi görüb qaçışan insanların arasından keçib qalaya gedən əsas yolu kəsdik. Nəfəsimi dərəndə gördüm ki, Kemin buduna xəncər saplanıb, qan axır. Amma üzündə heç bir ağrı ifadəsi yox idi. Kem, yaralısan, dedim. O isə başı ilə yol göstərdi. Cekkel bir dəstə adamla qalaya tərəf gəlirdi. Bizi görəndə yavaşladılar. Qaladan zəng səsləri gəldi. Bu, qaladakı döyüşçülərin hücuma keçəcəyinə işarə idi. Başım gicəlləndi. Deyəsən, Talik dağının şəfalı otlarının təsiri keçirdi. Cekkel bir əli ilə qılıncının qəbzəsini sıxır, digəri ilə də çiynindəki oxdan tuturdu. Qala qapıları cırıltı ilə açıldı və 50-yə yaxın döyüşçü bizə tərəf addımlamağa başladı. Cekkel qələbəsindən həzz alaraq dedi. Deməli, peyğəmbərlik gerçəkləşdi, eləmi? Deməli, müjdələnmiş Puneni üstündən xilas etmək üçün gəldi, hə? Deməli, müjdələnmiş Alovun yetirməsi təkgöz Krosdur, hə? De görüm, Alov hanı? Yanındakının da, sənin də qanını axıdacağam. Geriyə yolunuz yoxdur artıq. Kemlə bir-birimizə baxdıq. İkimiz də gülümsədik. Çünki heç birimiz geri çəkilmək haqqında düşünmür. Əksinə, nə bahasına olursa olsun, Cekkeli öldürmək istəyirdik.
Cekkel bağırdı. İkisini də söz yarımçıq qaldı. Sinəsindən qanlı qılınc ucu çıxdı. Gözləri dəhşətlə böyüdü. Arxasındakı döyüşçülərin bir hissəsi digərlərinin boğazını kəsdi. Cekkelə qılınc saplayan döyüşçü mənə baxıb gülümsədi. Bu qələmun idi. Ləqəbim bu qələmundur. Çünki istənilən dəstəyə elə sızaram ki, xəbərləri də olmaz, dedi. 50 nəfərin 20-si bu qələmunun adamı imiş. Digərləri nə olduğunu anlamadan öldürülmüşdü. Qala tərəfdən gələnlər Cekkelin öldüyünü görüb çaşdılar. Bu qələmun və adamları yanımızda səf-səf durdular. Hamılıqla düşmənə hücum etdik. Bizdən 2 dəfə çox olardılar. Kem qılıncını başının üstünə hərləyərək dalbadal zərbələr endirirdi. Mən də qan tökən və əsa ilə döyüşürdüm. Bu qələmun qəfildən büdrüyüb yıxıldı. Amma vaxtında özümü çatdırıb onu xilas etdim. Tezliklə düşməni üstələdik. Qalaya tərəf qaçmağa başladılar. Kemə dincəlməyi tapşırıb düşmənin ardınca qaçdıq. Qapıları bağlamaq istəsələr də gecikdilər. İçəri girib hamısını qılıncdan keçirdik. Bu qələmun ilə qalanın başına çıxdıq. Qələbə şərəfinə zəngləri çalanda bu qələmun da qülləyə dırmanıb ətrafa baxdı. Başım gicəlləndi. Tarazlığımı itirib yıxıldım. Bu qələmun yanıma qaçdı. Əlini boynuma qoyub dedi. Bədənin soyuyur. Xortdan xala tapşırmışdı ki, gözüm səndə olsun. Otlar əks təsir göstərə bilər. Ah, Xortdan xala. Qolumla tutub məni qaldırdı. Qalanın salonuna qədər endirib taxta oturtdu. Qan tökəni taxta söykədi. Əsanı da əlimə dürtdü. Arxaya söykənib nəfəsimi dərdim. Kemi də köməkləşib içəri gətirdilər. Xəncəri çıxarıb, yarasını sarmışdılar. Gətirib, taxtın qarşısındakı oturacaqlardan birinə oturtdular. Bu qələmun xəbər gətirmək və lazım olsa digərlərinə kömək etmək üçün çıxdı. 10 nəfəri yanımızda qoydu. Qala qapılarını da bağlatdırdı. Yaxşısan Kem? Soruşdum. Hə, boş şeydir. Məni necə tapdınız? Ölənə arxa tərəfi tapşırmışdınız. O da sizi mənə tapşırdı. Jelkosek də Zeynanın ardınca gəlirdi. Döyüş necə gedir? Mühasirəni yara biliblər? Qorxuram ki, yox. Qısa sükut çökdü. Ayağa qalxdım. Qala sənə əmanətdir. Kem, mən meydana gedirəm. Mən də gəlirəm. Ölən mənə tapşırıb sizi. Qalada da kimsə olmalıdır axı. Yaralısan. Mənimlə gedərsən. Kem, burada qal. O zəhimli, əzəmətli Kem, qadınlıq zərafətini daha çox gizlədə bilmədi. Özünü nə qədər tutsa da, gözlər doldu. Katlardan birinin səsi eşidildi. Gələn var. Kemə oturmağa işarə edib, əsama söykənə-söykənə çölə çıxdım. Katlardan biri dedi. Gələn dıqaqdır, ətraf sakitdir, qapıları açaqmı? Başım ilə razılıq verdim. Darvazalar açıldı. Dıqaqla 3 katı at üstündə içəri girdi. Dıqağın kürəyində dərin yara vardı, qan itirirdi. Nə xəbər var dıqaq? Soruşdum. Bu qələmuna kömək üçün gəlirdim. Yolda yaralandım. Bu qələmun özü məni tapdı və qalaya gəlməyimi əmr etdi. Düşmənə kömək edib atına özüm mindim. Kem axsaya-axsaya içəridən çıxdı. Zümğeğe, at üstündə döyüşə bilərəm. Kemin gözlərinin içinə baxıb dedim. Kem, əmr edirəm, xahiş etmirəm. Burada qal. Zenanı qan içində görmək mənə bəsdir. Burada qalın və qalanı qoruyun. Zəhmi hamını basan Kemin dodağı azca titrəsə də, heç nə demədi. Əsamı ona atdım, havada tutdu. Mən gəlinə qədər başçı sənsən, dedim. Atım şaxa qalxdı və sürətlə qaladan çıxdım.